22. gün Meditasiya X. İndiki ana gəlgi olaraq sən sonsuz imkanlar dünyasına daxil olursan. Sənə həyat bəxş edən o qüdrətli şuurun enerjisi sənə dolur. O şuur sənə qarşı sonsuz bir sevgi bəsləyir. Sənin iradən onun iradəsi ilə, sənin ağlın onun ağlı ilə, sənin həyata olan sevgin isə onun sənə olan sevgisi ilə üst-üstə düşəndə o sənin çağrışına cavab verməyə bilməz. O yaradıcı mənbə sənin daxilində və ətrafındakı hər yerdədir. Sən mütləq səylərinin qarşılıqsız qalmadığına dair təsdiqlər alacaqsan. Xarici mühiti aşaraq sən həyatın çətin şərtlərindən üstün olursan. Əzbərlənmiş hisslərindən yüksəyə qalxanda və düşüncə gücü ilə bədəninin məhdudiyyətlərini keçərək, sən sanki ilahi varlığın məqamına toxunursan. Artıq taleyin ali şuurun bir əksinə çevrilir. Sən öz həyatını onunla birgə yaradırsan. Gözlərini yum və dərin nəfəs al. İndi diqqətini bədənimin hissələrinə deyil, həmin hissələrin daxilindəki və ətrafındakı boşluğa yönəldəcəksən. İndi diqqətini iki gözün arasındakı sayəyə yönəld. Oradakı enerjini hiss et. İndi isə diqqətini gicgahların arasına gətir. Oradakı boşluğu, həcmi hissi duy. Həcm hissini duy. Diqqətini burnuna yönəld. Burun dəliklərinin tutduğu məkanı hiss et. Burnunun daxilindəki boşluğu duy. İndi diqqətini dilinlə damağın arasındakı sayəyə gətir. Oradakı boşluğu hiss et, açıq bir məkan kimi. İndi isə qulaqlarına keç. Qulaq ilə başın arasındakı məkanı hiss et. Orada olan enerjini duy. Qulaqlarının ətrafındakı məkanı hiss et. Və qulaqların xaricindəki sahədə olan enerjini duy. İndi diqqətini çənənin altına yönəld. Boğazının ətrafındakı məkanı hiss et. Boynunun ətrafındakı həcmi duy. İndi diqqətini sinə nahiyəsinə gətir. Ürəyinlə döş sümüyü arasındakı boşluğu hiss et. Ürəyinin ətrafındakı məkanı duy. İndi isə sinə qəfəsinin xaricinə diqqət yetir. Sinənin ətrafındakı məkanı hiss et, orada olan enerjini duy. İndi çiyinlərinə keç.
Çinlilerin etrafındaki mekanı hisset. Oradaki enerjini duy. Ellerine dikkat yedir. Ellerinin etrafındaki mekanı hisset. Bu mekanın enerjisini duy. Şimdi dikkatini küreğine yönelt. Onurganın etrafındaki mekanı hisset. Orada olan enerjini duy. Şimdi çanak nayesine geç. Oradaki mekanı hisset. Bu mekanın enerjisini duy. Budlarının arasındaki sayeni hisset. Onları birleştiren mekanı duy. Dizlerinin etrafındaki mekanı hisset. Dizlerinin arasındaki boşluğu duy. Şimdi ayaklarına geç. Ayaklarının, tabanlarının etrafındaki mekanı hisset. Ayaklarının altındaki enerjini hisset. Şimdi bütün bedeninin etrafındaki mekanı hisset. Bedeninin enerjisini bu mekanın içinde duy. Şimdi dikkatini bedeninle otağın divarları arasındaki sayeye yönelt. Bütün otağın hacmini hisset. Şimdi otağdan kenara çık. Otağın etrafındaki mekanı hisset. Ve şimdi bütün mekanı tutan mekanı hissetmeye çalış. Mekanın içindeki mekanı. Sonsuz reallık, sonsuz mekan, sükut. Şimdi bedeninden azad olmağın vaktidir. Artık sen bir ad, soyad, peşe veya fiziki beden değilsen. Sen hiç kimsen, hiç yerdesin ve zamanın haricindesin. Sen sadece safşıyorsan. Sen sonsuz potansiyel sayesinin şuurusan. Şimdi öz enerjine bir niyet, bir imkan yükle. Unutma, ne kadar uzun müddet naməlum olanın içinde kalsan, bir o kadar çok naməlumu, yani
möcüzəni öz həyatına çəkəcəksən. Sadəcə sonsuzluğun o qaranlıq boşluğunda bədənsiz bir şuur ol. Diqqətini heçləyən zamansızlığa və əbədiyyətə yönəld. Nə qədər çox naməlum olana təcrübə etmədiyin şeyə köklənəcəksənsə, bir o qədər çox yeni həyatı öz içinə axıdacaqsan. İndi şuurun vəziyyətini dəyiş. Zərrəcikdən dalğaya keç. Sən artıq bərk, hərəkətsiz bir maddi bir şey deyilsən, bir kəs deyilsən. Sən hər yerə yayıla bilən, sonsuz imkanlarla dolu bir dalğasan. İndi maddənin ağırlığını deyil, düşüncənin yüngüllüyünü hiss et. Hisslərin, yəni gördüyün, toxunduğun dünyasının hüdudlarından kənara çıx. Saatin əqrəblərinin hərəkətini, keçmişin və gələcəyin yükünü burax. İndi siz sadəcə əbədiyyətsiniz. Bildiyiniz hər şeyi, kim olduğunu, problemlərini, qayğılarını unut və sonsuz qaranlıq, amma hər şeyin yarana biləcəyi naməlum sahəyə addım at. Sən artıq burada, bu otaqda deyilsən. Sən hər yerdəsən. Sən kainatın özüsən. Əgər meditasiya zamanı zihninizin yenidən tanış olan dünyaya, yəni insanlarınıza, qohumlarınıza, əşyalarınıza, bədəninizin ağrısına, geçmişin kədərinə və gələcəyin narahatlığına qayıtdığını hiss etsəniz, özünüzü qınamayın. Sadəcə fərqinə varın. Aha, mən yenidən bildiyim dünyaya qayıtdım. Bu, sənin o dünyaya olan bağlılığındır. İndi isə sakitcə, sanki bir uşağı əlindən tutub geri qaytaran kimi, şuurunuzu yenidən o naməlum boşluğa gətirin. Sən naməlumu müşahidə etdikcə, beynin yeni yollar qurur. Hər dəfə beyninin köhnə proqramlarından qoparıb boşluğa qaytardıqda, sən bir növ energetik əzələni məşq etdirirsən. Sən heç kimsən, bədənsiz, zamansız. Bu qayıdış prosesi sənin kvant müşahidəçisi kimi olaraq gücünü bərpa etdiyin andır. Yenidən o sonsuz potensiallar sayəsinə dal. Orada heçliyin içində sənin yeni həyatının şifrələri gizlənib. Həyatında dəyişmək istədiyin o vəziyyət və situasiya nədir? Əvvəlki kimi qalmaq istəyirsən? Əlbəttə ki, xeyr. Elə isə, elə möhkəm bir qərar ver ki, onun enerjisi beyninin və bədənin vərdiş etdiyi köhnə proqramların müqavimətini qırsın. Elə bir qəti niyyətlə qərar ver ki, onun enerjisi sənin beynində və bədənində olan köhnə proqramların müqavimətini aşsın və bədəninə icazə ver, yeni şuura cavab versin. Bu sənin seçimin sadəcə fikir olaraq qalmasın. O bir təcrübəyə çevrilsin. Elə bir təcrübəyə ki, sən onu heç vaxt unutmayacaqsan. Seçdiyin bu yolu heç vaxt unutmayacaq bir təcrübəyə çevir.
Qoy bu emosional təcrübə köhnə proqramları silsin və biologiyanı dəyişsin. Enerjini dəyiş və qoy o enerji biologiyanı yenidən qursun. Bədənini dəyişsin. Artıq sonsuz imkanlar sahəsinin həyatıma müdaxilə etməsinin vaxtı çatıb. İmkanlar sahəsinin sənin həyatına daxil olma vaxtıdır. Yeni bir varlıq halına keçməyin və bədəninin bu yeni düşüncə tərzinə uyğunlaşmasına icazə verməyin vaxtıdır. Enerjini dəyiş ki, şuurun maddəyə çevrilsin. Yeni seçimin enerjisi geçmişinden daha güçlü olsun. Qoy bədənin şuurunla və enerjinin gücüyle tamamıyla yenilensin, yeniden formalaşsın. Yeni bir varlık halına geç, yeni bir olma halına geç. Və qoy bu an səni müəyyən etsin. Bu qərarlı düşüncəni elə güclü bir daxili yaşantıya çevir ki, onun yarattığı emosional enerji heç vaxt unudulmasın. Gələcəyə aid bu yeni obrazı beynivə və bədənivə elə həkk et ki, o keçmişi tamamilə sıxışdırıb çıxarsın. Gələcəyin yeni obrazını öz beynində və bədənində mühürlə. Və qoy o keçmişi sıxışdırıb çıxarsın. İlhamlan, ruhlan. Seçimin elə bir qərar olsun ki, onu heç vaxt unutmayasan. Bədəni və gələcəyin dadını daddır. Yeni baxış bucağının nə olduğunu ona hiss ettir. Bədəninin bu yeni düşüncə tərzinə cavab verməsinə, dəyişməsinə icazə ver. Hisslərin vasitəsilə ona göstər, yeni olmaq nə deməkdir, yeni vəziyyət nə deməkdir. Və bədəninə icazə ver, yeni düşüncə tərzinə cavab versin. Bu yeni varlıq halında olmaq necə hiss etdirilir? Necə hissdir? Bu gələcəkdə sən necə davranacaqsan, nə yaşayacaqsan, necə yaşayacaqsan? Bu his nəyə bənzəyir? Bu his nəyə bənzəyir və sən necə sevinəcəksən? İcazə ver sonsuz imkanlar dalğaları həyatının real təcrübəsinə çevrilsin. İndi isə bədənini bu yeni gələcəklə emosional olaraq tanış et. Qəlbini aç və imkanlara inan. Planlaşdırdığın hər şey gələcəkdə təzəhür edəcək. Dalğalar, ehtimallar, zərrəciklər reallığa dönəcək. Ruhani olan
mənəvi olan maddiləşəcək. Düşüncənin gücü maddiyə çevriləcək. Bu yeni enerjini sən özün yaratmısan və bu enerji səninlə bağlıdır. Sən də onunla. Bu yeni enerji təcrübələr yaradacaq. Və bu yeni enerjinin içində yaşadığın müddətcə o səni öz yeni gələcəyində tapacaq. Sən bu yeni olma halında yaşadıkça, bu yeni enerji ilə yaşadıkça o sənə yeni təcrübələr yaradacaq. Və səni yeni gələcəyində tapacaq. Sadəcə qal bu vəziyyətdə. İndi yeni inamını sənin üçün ən yaxşı yolu hər zaman bilən o ali şüur sayəsinə bağla. Və imkan toxumlarını səp. O şüur sayəsi həmişə bilir sənin ideyanı ən yaxşı şəkildə necə reallaşdırmaq olar. O şüur onu bilir və imkan toxumlarını səpir. Gəl təkrar edək, sənin yeni gələcəyin nədən ibarətdir? Yeni seçimin nədir? Həyatında nəyi dəyişmək istəyirsən? Hər şey olduğu kimi saxlamaq istəyirsən? Əlbəttə ki, yox. Sənin gələcəyin nədən ibarətdir? Yeni seçimin nədir? Həyatında nəyi dəyişmək istəyirsən? Qoy bu enerji sənin biologiyanı dəyişsin. Bədənivə icazə ver yeni gələcəyə açılmağa, azad olmağa. Yeni enerjini hiss et. Bədənivin, ətraf mühitin, zamanın sərhədlərindən kənara çıx. Maddi dünyaya, maddiyata təsir edən şüura çevirir. Maddi, fiziki şeyləri yönəldən şüura çevir. İndi çalış. Öz inamını, ruh yüksəliyi, gücünü, üzülməni həsrət, ürəyim dolu məhəbbət, məhəbbət, məhəbbət. Sevgili, emosional olaraq bədənivə ötür. Qoy bədənin bu hissləri yaşasın, hiss etsin. Ruhlan, ilhamlan, öz enerjinlə dolub daş. İndi öz təsəvvürünü o ali şüur sayəsinə yönəlt. Kvant sayəsinə yönəlt. Burax və o imkanlar sayəsinə at. Burax. Yenidən saf enerjiyə qayıt.
Yeni varlık olarak, yeni varlık halinden keçid etdikdən sonra özünü və həyatını necə qavrayırsan? Təsəvvür elə. Yeni varlık halına geç. Bedeninin yeni şuur seviyesine yükselmesine icazə ver. Qoy bu seçiminin enerjisi beynindeki neyron şəbəkələrini və bədənindəki genləri yenidən yazsın. Bədəni və yeni gələcəyə doğru azad olmasına icazə ver. Yeni enerjini hiss et. Bədəninin, ətrafının və zamanın hüdudlarını aş. Maddiyə təsir edən, maddini idarə edən şuur ol. Öz inamını, coşkuvu, gücüvü, məqsədivi, yeni varlığını emosional olarak bədənivə ötür. Qoy bədənin yeni gələcəyin dadını daddıqca yeni genləri və siqnallar göndərsin. İndi özünü necə hiss edirsən? O yeni gələcəyi tam duy. Hiss et. Özünü tamamilə azadlığa bırak. Bu gələcəyi öz şəxsi enerjinlə xeyir dualandır. İrəli. Yeni gələcəyi həyata aşiq et. Bu sənin yaradıcılığındır. Bu sənin yeni gələcəyindir. Onu öz diqqətinlə bəslən. Çünkü dikkatini hara yöneldirsense, enerjini de oraya yöneldirsen. Geleceğine sermaye koy. Özüve inan, qəlbivi aç və bədənivi öz daxili yaşantılarınla ilhamlanmasına icazə ver. Unutma. Naməlum olanın içində səmimi şəkildə nəyi yaşayırsansa və bunu emosional olaraq qəbul edib mənimsəyirsənsə, o sonda enerjiyə çevrilir və reallıqda təzahür edir. Yəni reallıqda sən onu görürsən. İndi isə hər şeyi bırax. İndi isə bunu bırax. Kainat şuurunun bu işi öz yolları ilə həyata keçməsinə icazə ver. O sənin qayğını çəkəcək. Gözlərini açanda kim olmaq istəyirsən? Bundan sonra necə yaşamaq istəyirsən?
Sol elini ürəyinin üzerine koy ve bedenini xeyir dualandır ki, o yeni enerjiyle yeni şuur seviyesine yükselsin. Bu senin səltənətindir. Həyatını xeyir dualandır. Qoy o senin yeni şuurunun ve yeni varlık halının tecessümü olsun. Hayatını xeyir dualandır ki senin yeni şuurun daxilində olan fikirler, hisler, ideyalar, bedeninde olan hisler xarici formaya çıksın. Yani görünmeyen görünen olsun. Hayatını xeyir dualandır. Bu praktikada sen bugün neyi yaşadınsa, neyi içinde yarattınsa, hayatına xeyir dua göndererek onu real hayatında yarattın. Sen hansı halda yaşırsansa, hayat onu əks ettirir. Çünkü senin varlık halın hayatında əks olunur. Xeyir dualandır. Geleceğine xeyir dualandır ki, o geçmişi tekrarlamasın. Geçmişini xeyir dualandır ki, qoy senin için müdürlüğe çevrilsin. Hayatındaki bedbəxtlikləri xeyir dualandır. Qoy onlar sənə her şeyin arkasındaki gizli mənanı görmeye kömək etsin. Ruhunu xeyir dualandır ki o yansın, seni bu yuxudan oyatsın ve senin yol gösterenin olsun. İlahi təbiətinə şükür et. Qoy sənə ilham versin. Qoy o sənin daxilindən hərəkət etsin və ətrafındakı hər şeyi hərəkətə gətirsin. Onun enerjisini hiss et. Onun şuuru sənin şuurundur. İlahi təbiət sənin təbiətindir. Onun iradəsi sənin iradəndir. Onun sevgisi sənin bütün varlığa olan sevgindir. Bütün hayatın için hiçbir şart olmadan minnettarlık hisset. Hele gelmemiş geleceği kabul et. Dostlar, gözlerinizi açmağa hazırlaşın. Ama gözlerinizi açanda artık etrafınıza köhnə mənin gözleriyle bakmayın. Sizin ürəyiniz indi ilahi sevgiyle doludur ve döyünür. Sizin her attığınız artık bir xeyir duadır. Gelin ve bu yeni ışıklı hayatınızı yaşayın. Her şey hazırdır. Her şey sizindir. İndi sadece yaşayın.